Pul istəsən, məndə. Adam öldürmək desən, məndə. İtdi istəsən, məndə. Oğurluq doğurluq desən, o da məndə. Day onun məndən nə yaxşıdır ki, belə bir şeylər ötürür, ağlayırsan da. Hə? Adam axmaq olmaz. El oğlanların onu tutup vururam baş-başa, başı partlar. Qurban, mənə rəhm et. Məni Bəhramdan ayırma, qurban. Hı? Necə? Nə dedin? Yine Bəhramın sözünü danışırsan? Sonra bura gel. Ay kız şunu demirəm. Mənə yaxın gəlmə. Kanımı qaraltma. Sana deyirəm bura gel. Uzaq məndən. Bir insan ki oğurluqla, adam öldürməklə fəxr edər. Mən onunla yaşamağı özümə alçaqlıq bilirəm. Sözünü kes. Kəsməyəcəm. Hərgah səndə insaf varsa, öldür məni bu bəladan qurtar. Bəhramdan ayrılmaqdansa, ölüm yaxşıdır. Daha kim oğlanlar mənim? Mənim qabağımda qorxudan titrəyirlər. İndi sən mənə belə söz deyirsən? Bəhramdan ayrılmaqdansa, ölüm yaxşıdır. Dilini kes. Kəsməyəcəm. Dilini! Ay, Bəhram! Bırak! Şimdi beni tut! Mənəm! Bəhram! Sensin? Mənəm! Senin ne ixtiyarın var? Bu otağa gelmişsən. Bura mənim əmimin evidir, mən uşaqlıqdan bu evdə böyümüşəm. Daha senin bu otağa gelme ixtiyarın yoktur. Ne üçün? Çünkü Sara özgəsinindir. Çık bayrağa. Çıxmıram. Sana deyirəm ki... Bayram! Əlimi özünə yığ. Sen anası. Ne demek istiyorsan? Demək istəyirəm ki, Saranın adını çəkmə. Sesimi kes. Kurbanım, başına dönüm. Onlar birbirini sevirler. Ve onları eğer birbirinden ayırmak günahtır. İki cavanı bedbaht dinleme kurban ağa. Ne? Hımık oğlu hımık. Burada ne günah var? Kız da o da istiyor. Ben. O alanda savab oldu. Ben alanda günah. Ay canım, Ne zehrim var canım. Babının bir babı gelip indi bizim için vekillik edecek.